Göy ceviz murabbası murabba değil ki bağlavanın özüdür. Ömrüm bu bağa günde gel, günde gel, günde gel, günde gel, günde gel. Ben gider oldum sen de gel, sen de gel, sen de gel. Cevizləri sındırandan sonra isti suda isladın ta qabıqları rahat soyulsun və bu tirə rəngi pəs versin ta murabba xoş rəng olsun. Eləyə bilərsiniz cevizləri bu cür bütündə sındırasınız, qabıqların soymasaz da iradı yoxdur, fəqət rəngi biraz tir olacaq. Şərbətin məvaddın kəpşində yazmışam, şəkər əriyəndən sonra cevizləri artırın, zaman verin ta qaynasın və qavama gəlsin. Bir baxırda bir qaşıq limon suyu artırın və qazı söndürün. Murabba soğuyandan sonra bir qaşıq da bal artırın ki daha ləzzətli olur. Bu məclisi və ətirli murabbadan düzəldin ki hamı dəsturun biləcdən istəyəcək. Yaşayasınız.